coğrafiyası haqqında testlərdir bunlar. Başlayırıq biraz. Amma burada birbaşa əyani şəkildə səsi açıb cavablandırmaq lazımdır. Kim bu suala daha doğrusu bu sualı cavablandıra bilərsə, açıb cavab versin, səsi açıb. Kəmalə, cavab verə bilərsən bu suala? Mən suala baxım. Bax, biraz cəld. Cavab verə bilərəm. Deməli, mən ikincinə baxdım. Orada Norveç, Kanada verib. Bu da Skandinaviya yarımadasındadır. Elə yadımdadır ki, orada Krik çaylar var idi da. Krik çaylar Avstraliyada olur. Ya, o quruyan çaylar, kör mənsəbli çaylardır. Ay, Krik nədir? Dəqiqə. Seslər hansı çaylarda quraşdırılır? Bol sulu çaylarda. Sürətli axan çaylarda, bol sulu. Onda Təkcə elə bol sulluq yox. Sürət, burada meyillik lazımdır. D variantını atırıq. Y də gedir. Daha sonra C'də məsələn ikincində dağ çaylarının olması var. Skandinaviya dağları ola bilər. Bir dəqiqə, AES-lər. Yaponiyada AES-lər. Mən demişdik ki, Yaponiya azalıb da AES-ləri. Azaltmağa doğru qərar verib də. Hələ bu dəqiqə azaltmır ki, o dəqiqə. Onun birdən azaltmaq olmaz. Cavab C-dir. Dördüncündə də alternativ stansiyalar var. Orada da yəni yeni texnologiyaların tətbiqi. Bəs bu İES nə idi? İES-də bir dəqiqə. Açıqlaması nədir? İstilik energetik stansiyaları. Elektrik. İstili elektrik stansiyaları. İstili elektrik stansiyalarının deməli amilləri nədir? Yanacağın olması, enerjiyə tələbat var. Demək, yanacaq var, amma enerjiyə tələbat lazımdır. Və belə ölkələrdə İES-lər qurulur. Məsələn, Polşa, Ukrayna. Bu ölkələrdə hansı yanacaq növü var ki, orada ondan istifadə edib İES işlədirlər? Polşa, Ukrayna, bu ölkələrdə hansı yanacaq var? Təbii qaz. Təbii qazla neftin yayılma arealları eynidir. Polşada, Ukraynada neft qaz var. Polşa ərazisində daş kömür, Ukraynada daş kömür, Qazaxstanda daş kömür, Avstraliya daş kömür, Carda daş kömür, Hindistan daş kömür, Çində daş kömür, ABŞ-da daş kömür ehtiyatları ilə zəngin olan ölkələrdir bunlar. Ona görə də bu ərazilərdə İES-lərin qurulması əlverişlidir. Və düzdür, Azərbaycanda da İES var. Azərbaycanda sadəcə yanacaq növlərindən neft, qaz var. Neftlə işləyir, məsələn, mazutla işləyir Azərbaycanın İES-ləri. Amma Polşa, Ukraynanın nefti, qazı yoxdur, qalır daş kömürdə. Başqa nə fikirləşirsən ki? Ona görə Polşa, Ukrayna olacaq. İkidə SES-lər, dağ çayları olmalıdır, meyilli yamaclar, Kanada, Norveç. Atom elektrik stansiyaları, yanacaq və çaylar yoxdur. Enerjiyə tələbat da böyükdür. Bu əsasən inkişaf etmiş, yüksək inkişaf etmiş ölkələrdir ki, və təbii sərvətlə zəif təmin olunub. Orada Fransa, Yaponiyanı götürüyor. Alternativ stansiyalarda bu müasir yeni texnologiyaların tətbiqi nəticəsində inkişaf edən elektroenergetika sahələridir. O da ABŞ, Böyük Britaniya kimi dövlətlərə aiddir. Ona görə C bəndi, bəli, burada doğrudur. Natiqə, bu sualı cavablandıra bilərsənmi? Bəli.
sordu. Bir oxu sualı, bir cavablara bax, bir cavabları bizim üçün açıqla, görək nədir bu dəqiqə vaxt bitəcək. İnkişaf Sual etmiş, haqqında fikirlərini bildir də. Hə? inkişaf etmiş ölkələrin sikli sənayesi müəssisələri inkişaf etməkdə olan ölkələrin ərazisinin keçirilmə prosesi məncə ekoloji təcavüz adlandırılır da. Ekoloji təcavüzdür, bəli. İnkişaf etmiş ölkələr çirkli sənaye sahələrini inkişaf etməkdə olan ölkələrin ərazisində yerləşdirir. Buna ekoloji təcavüz prosesi deyilir. Gəldik bura. Abbas, bu sualı cavablandır görək. Baxıram müəllim. Danışa bax da. Mən burada hasılat sənayesi ilə emal edici sənayenin həm oxşar həm də fərqli xüsusiyyətlərini istəyir. Birinci variantı yerin təkinindən mineral sərvətlərin çıxarılmasını həyata keçirir. Bu yəqin ki, hasılat sənayesi olacaq. Yerin təki yerin daxili deməkdir, bəli. Bəli. Bir variantını uyğunlaşdırsaq, burada cəmi 2 variant qalır, C və D variantları. İstehsal sahələrində təbii sərvətlərin hazır məhsula çevrilmə prosesi, bu da emal edici prosesi, çox güman ki. Orada da biz 2-yə 2 variantını uyğunlaşdıracağıq. C və D variantının hər ikisi hələ ki düzdür. Ağır sənayenin tərkib hissəsidir. Ağır sənayenin tərkib hissəsi. Burada məncə birinci hasılat sənayesinə aiddir bu fikir. Birinciyə aid ola bilməz axı. Məsələn, CD dedin, orada C-də Birinci yox, yəni hər ikisinə aiddir. hər ikisinə. Hər ikisinə aiddir, bəli. Daha sonra təsərrüfatın birinci sektoruna aiddir. Hasılat sənayesi deməli, təsərrüfatın birinci sektoru. İqtisadiyyatın sektorları var idi. Birinci, ikinci, üçüncü, dördüncü. Bunu tam olaraq bilmədim müəllim, amma Təsərrüfatın birinci sektoruna aid olan sahə nə idi? Sahələr hansıları idi? 2 dəfə o haqda danışmışıq biz. Kim deyə bilər uşaqlar? Birinci sektora aid olanlar nə idi? Elm, kənd təsərrüfatı, faydalı qazıntıların həsilatı, meşə tədarükü. Bir də oduncaq tədarükü. Bəli, təsərrüfat birinci sektora aid olanlar hasilat, oduncaq tədarükü, bir də kənd təsərrüfatı aid idi. Və ikinci sektora nəyə daxil idi? Sənaye, Necə? sənaye, emal etmə. Bəli, sənaye, emal edici. Və üçüncü sektora Xidmət Xidmət. idi orada. xidmət, dördüncü sektora İnformasiya. dördüncü sektora, bəli, informasiya. İndi davam elə Abbas. burada da təsərrüfatın birinci sektoruna aid olan hasılat sənayesi oldu. Ona görə də 4 variantında 1-ə uyğunlaşdırırıq. Cavab burada C çıxır. Digər təsərrüfat sahələrinin inkişafı bu sənayədən asılıdır. 5-ci variantda avtomatik olaraq emal edici sənayeyə uyğunlaşdırırıq. C bəndi Bəli. dedik. İlknur, bu sual haqqında fikrini bildir. Burada deyir ki, çıxarılan feyzin çıxar hissəsinin emal olunduğu ölkələri müəyyənləyin. Yəni daha az olmaz emal olunduğu. Yəni daha çox satılmasını nəzərdə tutur da yəqin ki burada. Bəli. Burada baxsaq Braziliya, Qazaxıstan, Norveç. Burada daha çox satan Avstraliyadır. Emal eləyir, amma satır. Sonra Kanadan deyə bilərik. Satan. Yəqin ki Braziliya olar. Y variantı. Mən Bəli. belə Bu fikirləşirəm. ölkələr daha dünyanın böyük xam mal ixracatçılarıdır. Avstraliya, Braziliya, Kanada. Bura əlavə edə bilərik biz
Carı da əlavə edə bilərik ki, o Bəli. da satır. Buna görə doğru cavab. Gəldik belə bir suala. Rıza, bu sual haqqında fikrini bildir. Cənub meşə qurşağı, şimal meşə qurşağı. Bunlara aid olan ölkələr. Aha, mənim bir dəqiqə. Deməli, burada Kongo uyğunluq istəyir bizdən. Hı. Bir dəqiqə. Birincidə deyir Cənub meşə qurşağı. Bura aid olar. Bir dəqiqə mən baxım. Bax da, bax, ekranı. Bura Kongo aid olar. Hı -hı. Deməli, biri yuxarı gedir. Braziliya olar. Hı -hı. Bir də İndoneziya olar. Hı -hı. Şimal meşə qurşağına da Kanada, Rusiya qalır. E variantı. Bəli. E variantı. Ekvator boyu yerləşən ölkələr Cənub meşə qurşağına, mülayim iqlim qurşağında tayqa meşələrinin yerləşdiyi ərazidə isə Rusiya, Kanada, bir də biz bura əlavə Finlandiyanı da əlavə edə bilərdik. Aha, maraqlı bir sual. Bu sualla bağlı kim fikir bildirmək istəyir? Kim cavablandıra bilər bunu? Hər ölkəyə bir fikir. De. Baxım, mən Mən deməli Malayziyada qalais hasilatı olar 2A. Zamibiyada mis Zambiya. hasilatı. Zambiyada bir dəqiqə 2A, 3-ə də B. 1-ə də Y gedir. Birə Y. Bəli, Nə? Qvineya boksit istehsalı, Malayziya qalay hasilatı, Zambiya isə mis hasilatı. Nə olur cavab? C variantı. C. Bəli, doğrudur. Nərman, bu sualı cavablandırmağa çalış. Deməli, xammal bazası genişdir. Əsas mərkəzləri neft və təbii qazlı zəncir rayonlardır. Məhsulları ucuz başa gəlir. Həmçinin sənaye sahəsi müasir dövrdə süni xammal tələbat artır. Bu əlamətlərin aid olduğu bir təsərrüfat sahəsi var. Hansı da o variantlarda olanlardan? Yanacaq sənayesi olar. Məhsulları ucuz başa gəlir, çirkli sənaye, müasir dövrdə süni xammala tələbat artır, xammal bazası genişdir, əsas mərkəzləri neft və təbii qazla zəngin rayonlardadır. Qoy Erşən də fikir bildirsin. Erşən, səncə sənin fikrin nədir? Nəyə müəllim? Suala. Yox, Amerika ilə İranın müharibəsinə. Sualdan danışırıq da, nədən danışırıq? Mənim fikrim eynidir müəllim. Nə? Eynidir müəllim elə o birislərlə. Niyə eynidir? O birisilər nədir? Amma ağlıma başqa şey gəlmir ki. Yəni fikrin nədir?
Olar bir dəfə də düşünün, bir dəfə də cavab verin. Düşün də vaxt gözləyirəm, biraz tez ol. Burada vaxtımız nə qədər qalıb, qoy görüm. 14 dəqiqə vaxtımız var. Hələ neçənci sualdır? 7-ci sualdır. Cəld ol. İzah edeyim Mənim demişdiniz ki, səfər kimya sənayesi ən çirkli sənayedir də. Ona görə D variantıdır. Əlbəttə, bəli, bu verilənlər kimya sənayesinə aid olan xüsusiyyətlərdir, təbii ki. Burada süni xammaldan söhbət gedir, xammal bazası genişdir, əsas mərkəzləri neft, qazla zəngin rayonlardadır, məhsulları ucuz başa gəlir, çirkli sənayedir. Əlbəttə, bu ən çirkli sənaye sahəsi kimya sənayesidir. Düzdür, burada məsələn, metallurgiya sənayesində özünə məxsus çirkləndirmə dərəcəsi var, maşın qayırmağın da yanacaqdır, amma verilənlərin içərisində ən çirkli sənaye sahəsi əlbəttə ki, kimya sənayesidir. Doğru cavabdır, bəli. İlham, buyur bu sualı cavablandır. Avangard üçlük. Avangard üçlüyü. Avangard üçlüyü o deməkdir ki, yəni daha çox məhsul istehsal edən sahələr. Maşın qayırma, metallurgiya, bir elektroenergetika. İkisini düz götürdüm, birini yox. Metallurji deyilsə ondan. Yüngül sənaye, Bu avangard üçlük sahələr elmi texniki inqilabın təsirinə daha çox məruz qalıb. Yüngül sənaye, sən paltar geyinirsən əlinə, o elmi texnik, ondan ötürü elm lazımdır, elmi texniki inqilaba. kimya Kimya sənayesidir da, kimyavi yeniliklər o qədər olunur. Bu üç sahə avangard üçlükdür. Maşın qayırma, kimya, elektroenergetika. Bunlar ən aparıcı təsərrüfat sahələridir dünyada. Hı. Ayşə, maşın qayırma sənayesinin əsas mərkəzlərini müəyyən edin. Qayırma sənayesinin əsas mərkəzləri mənim burada Şimali Asiya, Şimali Amerika, bir də Qərbi Avropadır. Şimali Asiya var burada. Şərqi Asiya, Şərqi Asiya deyəndə hara nəzərdə tutulur? Hansı ölkələr? Yaponiya. Yerindən cavab vermə. Yaponiya, Çin, Yaponiya, Çin, Koreya, Cənubi Koreya. Sonra Şimali Amerikada bəs hansı ölkələr? Kanada, Amerika. ABŞ və Qərbi Avropa regionları. Bunlar maşın qayırma. Məsələn, Yapon maşınları. Dünyada bax da, avtomobil tanımırsan, gör hansı ölkələrin maşınları dünyada daha çox tanınır. Və nəhayət qaldı sonuncu sual Aysuya. Aysu, bunu da sən cavablandır. Burada uyğunluğu müəyyən edirik. Aha. Biri B gedir. Təbii ki. Birə D gedir. B aiddir, bəli. Bir də D. Bir də cəhətdən baha başa gəlir. Olar. 2-yə də A gedir.
Hı -hı. Sonra ekoloji cəhətdən. 2-yə də gedir mənim. Şeyi 2-yə. 3-ə də C gedir. birə nə dedin sən? 1-ə B ilə D dedim. Birə B dedinsə, B ilə D dedinsə, 2-yə nə deyirsən bəs? 2-yə A ilə Y dedim. Buraya yazdım. Birə B dedin görüm. Sənə. Saniye götürmür. Klaviaturan götürmür. Neyse buraya yaza bilmədim. Nədirsə klaviaturada işli yenə. Saniye. Birinci stansiyanın adı nədir? Açıqlaması. Su elektrik stansiyası. Aha, su elektrik stansiyası deyərkən seslər. Seslər deyirsən ki, birə B dedin. Təbii şəraitdən asılıdır. Bəli, təbii şəraitdən asılıdır. Çünki izah verə bilərsən nə üçün? Yəni bol sulu olmalıdır. Ümumiyyətlə çay olmalıdır da. Bəli. Aha, çay olmalıdır. Sonra birə B dedim, bir də ikincisi iqtisadi cəhətdən baha başa gəlir. D dedin. Bəs Y atom elektrik stansiyası nə ilə işləyir? AES-lər nə ilə işləyir? Mən bilmirəm. AES-lər əsasən uran filizi ilə işləyir, uranla. Uranla işlədiyinə görə çirklidir axı, o AES-lər çirkli sənaye sahəsidir. Sən onu necə şeyə aid eləyə bilərsən ki, AES-ə aid eləyə bilərsən? Hansı variantı müəllim? 2-yə Y-ni aid elədin də, ona görə deyirəm. Mən 1-ə D, Y. 1-ə Y, hə, 1-ə Y düzdür, bəli, 1-ə Y də aiddir. Elə benim 2-yə deyirsən. Birinci çaşdım, indi Deməli, onda nə olur cavab? 1-ə B, D, Y, 2-yə A, 3-ə də 2 C. Tükənən təbii ehtiyatdan istifadə edilir. Bəli, atom elektrik stansiyaların enerjisi zənginləşdirilmiş deməli şeydir, urandır. Ona görə o tükənmir. İES-lər nə ilə işləyir bəs?
İES-lər neftlə, qazla, daş kömürlə, yəni tükənən ehtiyatlarla istifadə edilir. Ona görə 3-ə C. Burada mən klaviaturanı işə salanmadım, testi bitirirəm ki, axırda baxacaq ona. Düz götürmədi. Bunun cavab vermədik. Birə nə dedin? B ilə Y. 2-yə A ilə D. Bir dənə D-nin yerini səhv demişəm. D-nin yeri nəyə görə səhv dedin? Əgər SES-lə İES-i müqayisə etsək, biz dərsdə SES-lə İES-i müqayisə eləmişdik də. SES-lə İES-i müqayisə eləsək, onda bəli, iqtisadi cəhətdən daha baha başa gəlir, götürəcək deməli SES-ləri. Amma belə üçünü müqayisə edəndə onda AES-i götürəcək. AES ən baha başa gəlir, həm də saxlanılması çox baha başa gəlir. Həm tikintisi çox baha başa gəlir, həm də saxlanması. Ona görə AD, 3-ə C, ES, C düz götürmüsən, 1-ə B, Y-ni düz götürmüsən. Bu belə. Sonra qaydırıq bura. Buradan nə var etdi deməli? Aha. Gəlik 9-cu sinifə. 9-cu sinifdən maddi və qeyri-maddi istehsal sahələri və təsərrüfatın sahibi quruluşu. Görək bunu işləmişik. Yox, işləməmişik. İndi bunu işləyəcəyik. Deməli, birinci sual. Natiqə. Bu sualı cavablandır görək. Biraz cəld. Dəqiq. Danışa. Heyvanların ovu geyinin hazırlanması olar da. Necə? Səsin yaxşı gəlmir, sən. Mənim heyvanların ovu geyinin hazırlanması olar. Heyvanların ovu Geyinin hazırlanması, əmək alətlərinin hazırlanması, misinin çıxarılması ilə olar. A variantı görə. misin çıxarılması, əmək alətdən hazırlanması, heyvanların ovu, geyimlərinin hazırlanması. Olar, göndəri falan. Gəldik bura. Bunu cavablandırsın Eyşən. Mənim bir daha oxuyun, tez cavablandırıram. Mənim ikinci sektora emaldır da. Bəli. Burada A variantı ola bilər. Filizin ağac emalı, filizin saflaşdırılması, ağac emalı. Birbaşa istehsal prosesi getməlidir da. Bəli, olar, düzdür. Filizin biri var, filizin çıxarılması, o birinci sektor olardı. Amma saflaşdırılması artıq emaldır, ağac emaldır, düzdür. Məsələn, B bəndində oduncaq tədarükü birinci sektor. Ticarət və nəqliyyat 3-cü sektora aiddir, xidmətə aiddir. Və yaxud da C bəndi səhiyyə, bank xidməti bu xidmətdir, 3-cü sektora aiddir. D bəndində energetika maşın qayırması, bu emal olsa da energetika maşın qayırması, yəni 2-ci sektora aid olsa da, amma oduncaq tədarükü 1-ci sektora aiddir. Y bəndi isə ikisi də yox, informasiya sahəsi 4-cü sektora aiddir, rabitə isə xidmətə aiddir, 3-cü sektora. Gəldik bura.
İlknur. Burada maşın qayırmaya aid olanları soruşur. Birinci ağırdır. İkincisi ümumidir, üçüncüsü dəqiqdir bu. Burada B Fərqi variantı yoxdur. getdi. Bir dənə A-dan C qalır. Hı. Fərqi yoxdur. Yox, deyirəm Yəni dəqiqə yazıb da üçüncüdə. hə, bildim. Burada A-dan C qalır. Hı. Bir də üçüncüsü. İkincisində dedik ümumi olur da. Aha. Bunda isə elektronika. Məncə burada C variantıdır. Bəli, deməli yuxarı hissədə, yuxarıda 1, 2 və dəqiq yazılanlar maşın qayırmanın sahələridir. Aşağıda hissələr isə həmin sahəyə aid olan, deməli, istehsal vasitələrinin adları yazılmalıdır. Bir də ağırdır, dağ mədən sənayesidir. Sonra yol sənaye tikinti maşın qayırması. Bunlar aiddir ağır maşın qayırmaya. Sonra nəqliyyat maşın qayırmasıdır. Bütün avtomobil, gəmi, sonra təyyarə, bunları bir də əlavə olaraq dəzgah qayırma var idi ki, ümumi maşın qayırmaya aid idi. Dəqiq maşın qayırmaya da aid olanlar elektronika, cihaz qayırma, bu kimi robot istehsalı falan bunlar daxildir. Görə C düzdür. Kəmalə, 4-cü sualı cavablandır görək. Bu nədir? Yəni uyğunlaşdırım. Yox, proseslərin ardıcıllığı necə aparılmalıdır burada? Prokat istehsalı nədir? Prokat istehsalı artıq ehtiyat hissədir da, dəmir konstruksiyadır. Onda ən axıra gedir. Birinci metalı əridirik. Bir. Bəli. Sonra saflaşdırırıq. Aha. Hasilat, ondan sonra da prokat A variantı. Hardan alıb əridirsən, maraqlıdır. Nə metalı? Yox. Yo. Yo bildim. Qızılı. Bir dəqiqə. Hasilatdan sonra ərdirlər. Yox, əridib sonra bastırırlar yerə, sonra çıxardıb təzədən saflaşdırıb. Onda mənim dəqiqə. 2, 1, 4, 3. Bilmədim. Deyə bilərəm. Nərman. Mənim birinci hasilatdır, metalın yerin təkindən çıxarılması, sonra saflaşdırma, sonra əridilmə, ən axırda da prokat istehsalı. Bəli, bu sadə bir sual idi. Evet. Çıxarırsan, təmizləyirsən, əridirsən, sonra prokat hazırlayırsan da. 2, 3, 1, 4. Aysu. Qida sənayesini xam malla təmin edən sahə. Kənd təsərrüfatı. Demək. Kənd təsərrüfatı yoxsa kimya sənayesi? Yoxsa konserv, yoxsa aqrar sənaye kompleksi, yoxsa yüngül sənaye? Cəld ol, sadə bir sualda ilişib qaldın. Kənd təsərrüfatı. Kənd təsərrüfatı, nə fikirləşsən? Sütü hardan alırsan? İnəkdən. İnəkdə kənd təsərrüfatı. Rıza. Aha, mən bir dəqiqə. Deməli, burada metalurgiya sahəsində xammal kimi istifadə edən təbii resurslar
Burada dəmir, almaz, molibden. A variantında almaz olmaz. Aha. Bu Onu atdıq. Sonra B variantında deməli mis, gilli şist. Gilli şist yanacaqdır. Yəni burada olmaz. Yok. Cilli şist deyil o. Sen dediğin yanar şist ama cil de şeydi axı. Cil metal değil. Ona göre çıxırsan. Qalay, grafit, polimetal. Bu da deyil də. Grafit Grafit bilirsən nədir? deyil. Bu Xeyr. şey, Qeyri-metal məhsul. Metaldır da. grafit şeydir da. Bu kimik karandaş değil size. Onun ucundaki o grafit odur. Sonra alunit, polimetal, dəmir. Variantda polimetal, gips və eyni atarıq gipsə görə. Qalır D variantı. D yoksa C. Bir dəqiqədən. C-də grafit atmadıq. Dəqiqəcə D-də. D variantı düz deyil ki. Yəni C-də grafit atmırıq. E-də Cavabını gips. de daha. Bir dəqiqə. Konkret cevabını demirsən. Məncə deyil. O da dəmir, polimetal. Qəbulda çıxsa qabağına nə götürərsən? D variantı. Mən də. Sağ ol. İlham. İlham səsi atılacaq. Biraz cəld ol İlham. Vaxt gedir. Sual oxuyum. Oxu da oxu. Səsi oxu, cavabları da. 3-cü, 4-cü sektor inkişaf etmiş ölkələrdir. Bu da var. 3 inkişaf etmiş ölkə. Sən inkişaf etmiş ölkələr. Sonra orada kim qaldı? Ayşə. Bəli. Təbii ehtiyatları müəyyən edin. Burada təbii qaz, dəmir filizi, bir də boksit. Bir də boksit. Və digərləri nədir? Kağız müəllim bu təbii deyil, ağacdan sonradan hazırlanır. Hazır məhsul. Bəli, pambıq parça da hazır məhsuldur. Pambıqdan hazırlanır. Plastik kütlə də. Kağız var. Kağız hansı sənaye sahələrinin ortaq məhsuludur? Kağız hansı sənaye sahələrinin ortaq məhsuludur? Ənənəvi sahələr müəllim. Hansı sənaye sahələrinin ortaq məhsuludur? Yəni hansı sənaye sahəsi kağızı istehsal edir? Meşə sənayesi olar, yəqin. Bəli, əsas meşə sənayesi, bir də kimya sənayesi var. İkisinin ortaq məhsuludur. Bəs pambıq parça? Allah cavab verərdi. Mən onu bilmirəm. Kim bilir, uşaqlar? Gör nə günə qalmışıq. Pambıq parça hansı sənaye sahəsinin məhsuludur? Mən aqrar olar.
Aqrarni. Yüngül sənaye. Yüngül sənaye, bəli, yüngül. Bütün parçalar, paltarlar hamısı yüngül sənayinin məhsulu. Bəs plastik kütlə hansı sənaye sahəsinin məhsulu? Kimyəvi. Kimyəvi nədir? Kimya. Pambıq parça xam malını hansı sahədən alır? Hansı təsərrüfat sahəsindən alır? Kənd təsərrüfatını. Kənd təsərrüfatı. Keçdik bura. Abbas. Mənim burada meşə sənayesində mexaniki emal sahəsi məhsullarını istəyir. Burada faner, kağız, mebel, taxta şablon, karton, boya. Burada yəqin ki, faner olmaz. Kağızı götürərik. Mebeli götürərik. Bir də taxta şablonu götürərik. Faner bilirsən nə? O vaxtda evlərin bildim. kataloguna fanerka vururdular. Bəli, bildim mənim, başa düşdüm. Dik kimi bir şeydir da. Nazik dik. Bəli. Bu mexanika emal. Bəli, onda biri götürürük. Ha. Kağızı götürmürük onda. Daha sonra Yox, mebeli kağız götürürük. kimyəvi emal. Bəli, mebeli götürürük. Hı. Bir də elə taxta şalbanı götürürük. Taxtaşa. Kardonla boya da kimyəvi emala aiddir. Meşə sənayesinin kimyəvi emalı. Gəldi onun suala. Kim qaldı orada? Natiqə. Buyur. Kənd təsərrüfatı birinci sektora aiddir. Hı. Sonra kimya sənayesi ikinci sektor. Hı. A'dan başla da. A'da ardıcıl gedək. A hansına aiddir kimya sənayesi? İkinci sektora. Faydalı qazıntıların hasilatı birinci sektor olar. Hı. Ticarət və nəqliyyat. Üçüncü sektor. Hı. Kənd təsərrüfatı. Birinci sektor. Metallurgiya. İkinci sektor. İkinci sektora aid, bəli. Burada klaviaturada yaza bilmirəm, yəni ona görə bunu burada bitirəm. Amma düzgün cavab yəqin ki vermiş oldum. Bu axırıncı baxaq. Mən 1-ə BD götürdüm. B-ni hasilat, bir də kənd təsərrüfatı, 2-yə AY kimya, metallurgiya, 3-ə də C ticarət və nəqliyyat. Düzdür. Sonra görək burada başqa nə var? Maddi və qeyri-maddi istehsal sahələri. Gəldik bura. Qeyri-maddi istehsal sahələrinə aiddir. Kəmalə. Deməli, burada olacaq, deməli, Ay Allah, deyil, nə olur? turizm 1, daha sonra kommunal xidmətlər 4, bir də dövlət idarələri. Dövlət idarələri. Yəni burada istehsal yoxdur da, qeyri-maddi. Bəli. Keçdi 2-yə. Bunu Ayşə cavablandırsın. Ayşə cəld ol. Aysu, Ayşə, kim var orada?
Aynen. Hardasan? Səsini çıxartdı. Mən burada birinci A verdim. Mən burada 2-1-ə B qrupu olmalıdır. B qrupu da 2 yerə ayrılır. Yüngül sənaye, bir də qida sənayesi. Cavab nə olur? B. Rıza. Deməli, anlayış müəyyən edin deyir. İstehsal prosesini tənzimləmək üçün göstərilən xidmətlərdir. Nəqliyyat, rabitə, su və qaz təchizatıdır. Bir də bu sahənin inkişafı bütün sənaye sahələrin inkişaf etməsinə səbəb olur. Burada yəqin ki elə A variantı olar da. Obyektlərdən İnfrastruktur söhbət gedir. xidmət. Bəli, burada Bəli. obyektlərdən söhbət getdiyinə görə zavod, fabrik, nə bilim bu şeylərin də göstərilən xidmətlər infrastruktur xidmətləridir, düzdür. Məsələn, əsasən düzdür, indi zavod, fabrik yox, əslində belə deyək də, əslində məsələn, bax burada adları çəkilən nəqliyyat, rabitə, su və qaz təchizatı. Bunlar olmasa maddi istehsal inkişaf edə bilməz. Yəni bu nəqliyyat olmasa, rabitə, su, qaz təchizatı olmasa, nə maddi istehsalın A qrupunda olan sahələr, nə də B qrupunda olan sahələr inkişaf edə bilməz. Ona görə də o axırıncı yazıb ki, bu sahənin inkişafı bütün sənaye sahələrinin inkişaf etməsinə səbəb olur. İnfrastruktur, xidmətlər, doğrudur. Nərman. Uyğunluq gözlənilmişdir, deyir. Bəli, deyir sənayenin A qrupu istehsal vasitələri istehsal edən sənaye sahəsidir. İşgüzar xidmətlər Bir istehsalçının düzdür, yoxsa səhvdir? bir düzünə. Düzdür, biri götürdük. Bəli. Deməli, B ilə yanlış getdi. İşgüzar xidmətlər istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir. Bu da düzdür, mənim. Bu da düzdür. Bəli, işgüzar xidmətlər istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırmasına xidmət edir. Amma 3 və 4 səhvdir. Qeyri-maddi istehsal sahələri insanların maddi tələbatını təmin edir. Xeyr, bu daha çox mənəvi tələbatını təmin edir. Maddi tələbatını təmin edən sahə maddi istehsaldır. 4-də də ağır sənaye yazıb istehlak malları istehsal edir. Xeyr. Ağır sənaye əsasən istehsal malları istehsal edir. Ona görə 1-2 doğrudur. Abbas. Baxıram, mən burada Hindistan və Yaponiyanın fərqli və oxşar xüsusiyyətlərini istəyir. Elm və texnoloji yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu çox güman Yaponiyaya aiddir. Hindistanda hələ o qədər də inkişaf edəməyib məncə. Bəli. Biz burada 2-yə 1-i uyğunlaşdırsaq, deməli B və D, Y variantları gedir, aynen C variantları qalır. Biz daha sonra burada ağır sənaye sahələri inkişaf etmişdir. Ağır sənaye. Yox, sən bax testi, əgər bu yolla həll edirsənsə, məsələn, A ilə D, C dedim. Bax, imtahanda test işləmə qabiliyyəti. Tutaq ki, biri müəyyən elədin ki, Yaponiyadır. Təzədən 2-yə niyə baxırsan ki? Sən 1-dən asılı olan cavablara bax. 4-ə baxmalısan, 3-ə baxmalısan. Gör, Yaponiya bunlardan hansı aiddir? Deməli, 3-də iqtisadiyyatda ixtisaslı kadrların rolu yüksəkdir. Sənayesi yerli xammala əsaslanır. Burada sənayesi yerli xammala əsaslanır. Yaponiya məncə aid olmaz. Çünki onlar başqa yerlərdən ithal edirdilər. Burada iqtisadiyyatda ixtisaslı kadrların rolu yüksəkdir. Bu fikir məncə aiddir Yaponiyaya. Əgər elm texnika inkişaf edibsə Yaponiyada, demək ixtisaslı kadrlar var. Yəni məntiq budur. 1-3 Yaponiyaya aid olanda avtomatik cavab çıxır. Bax, qəbul imtahanında da uşaqlar belə işləyib testləri. Yoxsa durub təzədən biri tapmısan, 3 dənə variant çıxmısan, ikisi qalıb, əlində var.
Sən biri müəyyən eləmirsən də dəqiq Yaponiyaya aiddir. İndi Yaponiya, yəni birdən asılı olan cavablar hansıdır? 3, 4. Ya 3-ə baxmalısan, ya da 4-ə. Onlardan ikisindən birini çıxdaş eləməlisən. Hə, onu da aid eləyə bildin və sən cavab çıxır. İndi deyir ki, ağır sənaye sahələri inkişaf etmişdir. Bəli, Hindistan yeni sənayeləşmiş ölkədir. Yaponiyada yüksək inkişaf etmiş sənayeyə malikdir. Ona görə ağır sənaye sahələri hər ikisini inkişaf edib. Sonra 4 sənayesi yerli xammal əsasları bu Hindistan dəmir filizi, boksit, daş kömür və digər təbii sərvətlərlə zəngindir. 5-də də iqtisadi fəal əhali arasında kişilər üstünlük təşkil edir. Bəli, bu da deməli Hindistana aid olan xüsusiyyət olacaq. Nə üçün? Çünki kişilər iqtisadi fəal əhali arasında inkişaf etmiş ölkələrdə yadda saxlayın. İnkişaf etmiş ölkələrdə qadınlar daha çoxdur. Qadınların payı daha çox olur. Məsələn, Qərbi Avropa ölkələrində, o cümlədən Amerikada, burada qadınlar inkişaf etmiş regionlarda qadınlar daha çox olur. Amma inkişaf etməkdə olan ölkələrdə, daha çox inkişaf etməkdə olan ölkələrdə kişilər üstünlük təşkil edir. Amma bəzi inkişaf etməkdə olan ölkələr var ki, orada qadınlar kişilərdən çoxdur. Məsələn, Azərbaycanda qadınların payı kişilərdən daha çoxdur. Kişilər üstünlük təşkil edir. Deməli, cavab nə olur? 1-3 C bəndi olur da. Gəldik bura. Burada bunu da İlham izah eləsin. Deyir, nəqliyyatın rolunu müəyyən edin istehsal prosesində. Xarici ticarət əlaqələrinin əsasıdır. Bunu götürürük. Əhalinin mənəvi tələbatını təmin edir. Bax, testi İlham, sürətli test işləmək istəyirsənsə, səhv metodda. Baxaq müəllim, yaxşı. Biz avtomatik 3 dənə variantın getdi. B, C, D variantları atdıq. Qaldı A, Y. İmtahanda da belə istifadə edin ki, kifayət qədər vaxtınız qalsın. Demək, 5 avtomatik ikisi üçün də ortaqdır. Hazır məhsulu istehlakçıya çatdırır. Sən ya 3-ə baxmalısan, ya 4-ə. Onlardan ikisini müəyyən elədin və cavabın çıxdı. Bu da 10 saniyə vaxt sərf edirsən. İndi 3-ə, bir də 4-ə bax. İstehsal prosesi və əməyin təşkili transferini təmin edir. Mən burada 4-ü götürürəm. Məncə də istehsal prosesinin fasiləsizliyini təmin edir. Yəni, hazır məhsulu istehlakçıya çatdırır və yenidən tələbat yaranır və bu sürətli proses fasiləsiz şəkildə gedir. Sonra orada kim qaldı? Natiqə. Görək, bu sualdan baş çıxara biləcəyim. Birinci diaqramda deyir ki, xidmət sahələrinin çox hissəsi 53%-ni xidmət sahələri təşkil edir, 47% isə sənaye təşkil edir. Birincidə xidmət sahələrini daha çox təşkil edən ki, Çin olar. İkincisində isə müəllim Fransa avtomatik olaraq uyğun gəlir də, B variantı deyirəm. B variantı deyirsin. Maraqlıdır digər uşaqların fikirləri mənə. Məsələn, bu testdə tutaq ki, Aysu, sən olsan nə cavab verərdin? Aysunu oyadın görək. Aysu, buradadır mı?
Buradayam mən. Səsini çıxart ay bala. Bir dəqiqədən sonra gözləyirsiniz, cavab versin. Ona görə cavab verə bilmədim. Nəyə görə? Səs getdi. Hı. Tamam. Nə o elə bir qəbul imtahanında çıxıb belə bir sual qarşına. Cavab nə götürərsən sən? Məsələn, Natiqə deyir ki, B bəndini mən götürərəm. A variantı. Məndən soruşsan, A variantı deyirəm mən. A bəndi. O da. Maraqlıdır mənə. Rıza bu sualda nə götürərdi? Mən də belə baxdım, baxıram. Hı -hı. Elə addır da yəqin ki. Kəmal, sən nə götürərdin? Mən də elə A götürərdim. Nərman, bəs sən? Vallahi bir fikrim yoxdur. Elə bir ki, qəbul imtahanındasan. Nə edərsən? Keçərsən sualın üstündən. Y yazarım. Nə? Y variantı. Polşa, Rusiya. Bilmədiyin suala niyə cavab verirsən ki? Yox, fikirləşirəm ki, həm xidmət sahələri, xidmət sahəsinin sənaye, belə deyim, inkişaf edib, Polşa olar. Sənayesi, xidmət sahəsi inkişaf edib, həm kənd təsərrüfat, həm sənaye, Rusiya. Ümumiyyətlə, biz bilməliyik ki, birinci ölkə inkişaf edib, yoxsa inkişaf etməkdə olan ölkədir. İkinci ölkə inkişaf edib, yoxsa inkişaf etməkdə olan ölkə. Birinci ölkəyə baxırıq ki, birinci ölkədə kənd təsərrüfatı yoxdur. İndi sual yaranır beynimizdə ki, yəni, məsələn, Natiqədən başlayaq, Natiqə Çin demişdi. Yəni, Çində kənd təsərrüfatı yoxdurmu? Natiqə, qaydırıq sənə. Çində kənd təsərrüfatı yoxdurmu? Yəni, əhali kənd təsərrüfatı ilə məşğul olmur. Çin çəlti əkir, çay əkir, bundan sonra taxıl əkir, 50 min dənə şey əkir, limon əkir. Bunun kim məşğul olur orada? Bu faizlər var, faizlər məşğul olan, yəni fəal əhalinin çalışdığı sahədə əhalinin payını göstərir. Yəni, biz elə bir ölkə seçməliyik ki, orada kənd təsərrüfatı yoxdur. Məsələn, Nərman Polşa deyir. Məsələn, Polşada əhalinin heç bir faizi də olsun, kənd təsərrüfatı ilə məşğul olmurmu? C və D bəndlərini demirəm ki, onun heç cavabı səsləndirən olmadı. Burada A, B, Y variantları üzərində müzakirə aparır. İkinci ölkəni başa düşdük. İkinci ölkə hökmən inkişaf etmiş ölkə olmalı. Çünki əhalinin cəmi 2% kənd təsərrüfatında çalışır. 73% xidmət sahəsində, 25% sənayedə çalışır. Bu hökmən inkişaf etmiş ölkə olmalıdır. C, D variantlarında Efiopiya və Hindistan inkişaf etmiş ölkə deyil. Rusiya da inkişaf etmiş ölkə deyil. Deməli, Nərman burada səhvə yol verirsən. Cavab qalır ya A, ya da B. Çin əhalisinin, indi birinciyi biz Çini götürürüksə, orada kənd təsərrüfatı ilə məşğul olmurlarmı? Əlbəttə ki, olurlar. Amma ərəb ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, bunlar milyarderlərdir. Həm də bunlar içməyə su tapmırlar. İçməli suyu pulla alırlar. Bunların ərazisində demək olar ki, çay yoxdur. Və bunların torpaqları səhra torpaqlardır. Bunlarda kənd təsərrüfatının bütün məhsullarını bunlar alırlar. Yəni Küveytdə, Səudiyyə Ərəbistanında, Qətərdə bunlarda sənaye yoxdur, əhali yoxdur, kənd təsərrüfatı yoxdur. Yəni adamlar kənd təsərrüfatı ilə məşğul olmurlar. Yəni bunlar nəsə əkmirlər. Alırlar.
İkinci inkişaf etmiş ölkədir. Ya ABŞ ola bilərdi, ya da Fransa. Amma 2% əhali yadınızda saxlayın, kənd təsərrüfatında məşğul olan əhali ABŞ-a aiddir. Buna görə doğru cavab A bəndidir. Diqqətli olmaq lazım. Gəldik Kəmalə. Mənim polad istehsalıdır. Aha. Nə Yana- lazım? Yanacaq olar. Yanacaq. Daha sonra elektrik enerjisi aid olmaz məncə. Niyə aid olmur ki? Polad metal da deyil də. Nədir bəs? Polad oduncaq deyil. Polad ələmdarı deyirsən? Xeyr. Hə. Polad oduncaqdır nədir? Onda müəllim elektrik enerjisidir. Sonra da bir də filiz olar, dəmirdir. Polad istehsalında yadınızda saxlayın. Filiz lazım. Yanacaq lazımdır. Elektrik enerjisi lazımdır. Sonra bir də su lazım olur. Şimdi burada suyu verməyib. Amma 4 dənə resurs lazımdır. Elektrik enerjisi, filiz, yanacaq, bir də su. Biz də 3-ünü seçdik. Gəldik 9-a. 9-da orada adı çəkilməyən kim var uşaqlar? Mən bayaqdan kimin adını çəkməmişəm indiyə qədər? Mənim adımı çəkdiniz. Hə, üçün yaddan çıxmışam. Yox, sən cavab vermişdin deyəsən yuxarıda sualda, amma buna indi cavablandır. Yaxşı. Burada ağır sənaye sahələrini soruşur. Burada 1 aid deyil, bu yüngüldür. 2 aiddir. Yüngül dövrü yeyintidir. Yeyinti. Yüngül ayrı. Bildim, mən çaşdım. Burada 2 aiddir, 3 aiddir. Bir də 5. 5. Düzdür. Qaz təchizatı. Qaz təchizatı deyir. Təchizat deyəndə nəyi nəzərdə tutur? Yəni Qazın istehlakçıya çatdırılması. bu xidmət sayılır. Məncə bu deyil. Meşə sənayesi olar. Amma bu da. Bu olar məncə meşə sənayesi. Olar da. Bəli. Gəldik xidmət sahələrinin. Nərman, bu suala nə cavab verərsən? Yəni fərdi işgüzar sosial, fərdiyə Y, işgüzara dərzi ilə səhiyyə, üçədəki reklamdan bank, marketing. Fərdiyə nə oldu? Fərdiyə Y, mühafizə xidmətləri. Mühafizə. Fərdi mühafizəçi fərdidir. Sonra dərzi də oturub tikir də, o da fərdidir. Olar. İşgüzara sosialda reklamdan bank marketingi. Reklam, marketing düzdür və sosiala da səhiyyə. Bəli, bu fərdi xidmətlər uşaqlar tək məşğul olur. Dərzi və mühafizə, işgüzar xidmətlərə dedik ki, reklam və bank marketingi, səhiyyə də sosial xidmətlər. Yaza bilmirəm.
Mən təsdiq edirəm. Hamısı düzdür. Axırıncı dərsində düz olacaq. 1-ə A7 dedin. Dərzi mühafizə. 2-yə BC. 3-ə də D. Görək orada nə qaldı? Yaxşı, bunu gələn dəfə işləyərik. Gedin dərsinizi oxuyun, mövzunun sual cavabına hazırlaşın. İnşallah sabah görüşərik.